biz həmişə məktəbdə oxuyanda ibtidai sinifdə meyvələrin bəhsini keçirdik. Əlifbadakı bütün hərflərin bir-birindən mən olmasam səndən bir şey olmaz, belə bir şeylər eşidirdik. Amma doğrudan da bu fen aylıqları bizlərin yadına çox şeylər saldı. Bizə bu fənləri doğrudan sevdirdi. Bugün kimya fənnindən, biologiya fənnindən o qədər yeniliklər kəşf elədik ki, bax, elementlərin bir-birindən bəhsi, elementlər bir-birinə özünü tərifləməyi, orqanların bir-birindən, özündən qürur duyması, bir-birinə özlərini tərifləməsi çox xoşuma gəldi, çox həddindən artıq. Hətta televiziyada gedən verilişlərdən istifadə edib şagirdlər itən kitabını tapdılar. Onu da deyim ki, bu ssenarini kim yazıbsa, hər aktyorun özünə uyğun rol yazıb, ha? Kitabı itənlər, veriliş aparanlar, elementlərin bəhsi, yəni çox gözəl ssenaristdir bunu yazan. Mən bilən Nəzmiyə müəllimə yazıb. Deməli, o şagirdlərin hamısını çox gözəl tanıyır. Hamınıza təşəkkür edirəm. Başda müəllimələr olmaqla, Firuzə müəllimə, Nəzmiyə müəllimə, Aynurə müəllimə, Günay müəllimə, bu işdə çox əziyyətləri var. Sərginin yaranmasında iştirak edirsiniz, əziz şagirdlər. Mən istəyərəm ki, sizin hər birinizin vaxtı, bax belə elmə həsr olunsun.